Bu hüzur məclislərindən sual vermək istəyirəm. Hüzur məclislərində məclisə gəlirlər, gedirlər, Fatihə deyir, surəsini deyirlər, Fatihə verənlər durub gedər insanlar. Sonra çörək yeyən halda bir nəfər deyir ki, bir Fatihə verin, mən durum gedim. Onda icazə verilmir Fatihə deyibəcə. O həqiqətən bəyənilmir, məşhurdur, bəyənilmir Fatihə demək. Yoxsa demək olar, bir Fatihə deyə, o insan deyəsən, çörək yeyəndə. Onu bizə bir başa salar sizə zəhmət olmaz. Şəri baxımdan bunun bir eybi yoxdur, Fatihə vermək olar. Nəinki günahdır, məsələn, yox biz burada Fatihə verəmək. Sadəcə məclis pozulmasın, gələnlər ehsan süfrəsindən istifadə eləsin. Məsələn, sonradan gəlib yemək yeyir, yemək yediyi halda molla məsələn Fatihə verir. Fatihə veriləndə bəziləri görsən... Bir yemək yeyənlərə aiddir. Bəli. Birdən əgər Fatihə verirsə, bəziləri ola bilər yeməkdən çəkinəcək, yox da artıq qurtardı, mən bilmirəm. Belə şeylər qarşıya gəlməsin, bəli. Ona görə deyirlər ki, məsələn, ortada Fatihə verilməsin. Bir nəfər də durub getmək istəsə, hətta Fatihəsiz belə durub gedə bilər. Və yaxud heç molla Fatihə verməsin, sən elə oturduğun yerdə özün Fatihəni, Qulhuvallahu oxu, hədiyyə elə həmin mərhumun ruhuna dur get. Ondan sonra dur get.